Bu müharibələrdə adətən belə bir qayda var. Yəni müharibələrdə oturursan sülh danışıqlarına, müqaviləni elə bağlamalısan ki, hər iki tərəf özünü qalib kimi göstərə bilsin. Yəni qalib olmasın, o müqavilələrdən elə çıxmasın ki, qalibdir. Sadəcə xalqa göstərəndə orada hansısa maddəyə əsaslanıb desin ki, biz də bunu qazandıq. Hə, Amerika bunu qazandı, amma biz də bunu qazandıq. Trump'ın tələb elədiyi müqavilə ilə müqavilədir ki, orada İranın özünü əsaslandırmaq üçün ki, mən qələbə qazandım, mən uğur qazandım, deyəcək heç bir maddə yoxdur. Ona görə də İran bu məsələdə çox ciddi tərəddüd edir. Ona görə də özünü qalib göstərmək üçün, xalq qarşısında özünü tamamilə nüfuzdan salmamaq üçün götürüb Amerikaya ultimatum verir. Deyirsən, mənim nə bilim, təzminatımı ödəyəcəksən. Amerika dünəcəkdən o belə bir söz var, deyir ki, o yumurtadan yun qırxmaq. Amerika yumurtadan yun qırxır, dövlətdir, nə bilim, istədiyi dövlətə o təzminat qoyur belinə və yaxud nə bilim, o vergi, o gömrük vergisi qoyur. Yəni sən də bu da özü dünyaya ağalıq edən bir dövlət. Özü dünyaya ağalıq eləyir. Bu da təzminatı o adam istəyir ki, qalib gəlir. Qalib gəlir və zərər çəkən tərəf kimi. Mən burada səni bombalamışam, başıma bomba yağdırmışam, bu bombaya pul xərcləmişəm. İndi nə olsun sənin adamın ölüb, mənim pulum gedib, sən o pulu qaytar ver. Yəni təzminat budur, müharibənin təzminatı budur. Necə ki, İran bu yaxınlarda deyəndə müsəlman bu yaxını, yəni Suriyadan çıxanda Suriyalılardan 30 milyard dollar pul tələb edirdi. Deyirdi, gətirin 30 milyardımı verin. Bu 30 milyard nə idi? Bunun orada o göndərdiyi adamlar idi ki, onlara pul xərcləmişdi, onlara silah vermişdi və onlar da gedib orada Suriya əhalisinin anasını ağlatmışdı. Nə bilim, 1 milyon insan öldürmüşdü, 10 milyon olmasın deyək ki, 5 milyon insanı o ölkədən qovmuşdu, qalanları da dərgin salmışdı. İndi buna görə bu da hələ utanmır, bir də deyir ki, mənə 30 milyardda pul verəcəksiniz ki, mən sizə bu saadəti yaşatmışam. İndi eyni şəkildə bu yaxşı, indi Suriyalıları başa düşdük. Suriyalılar sənin qarşısında zəifdirlər. Amerikadan sən pul ala bilərsən. Amerika sənə pul verər, təbii. Amma necə verər? Sənin o təbii zənginlikləri birgə istismar eləyər, sənə də oradan belə mən üzr istəyirəm tamaşaçılardan tula payı verər. İndi bu biraz pis sözdür, amma belədir da. Yəni Amerika kimlənsə bir əməkdaşlıq edirsə, ona bir tula payı orada yer qoyur. Hələ onu da qoysa, Allahı o da elə. Onu da deyir ki, gətir həmən o tula payı mənim bankımda yerləşdir. Mənim bankımda o, belə deyək, bir özünə uyğun bir hesab aç, o hesaba yerləşdir. Özü yaxşı aparmasam ki, bu günləri İraq özünü yaxşı aparmır. İraqın bütün o neftdən qazandıqları pulların hamısı gedib o Amerikada toplanır. Orada bir o hesab yaradıblar. O hesabda toplanır və Amerika deyir ki, sən özü yaxşı aparmırsan, malikini seçmək istəyirsən, sən malikini seçdiyinə görə, seçmək istədiyinə görə mən də sənin hesabını, fondunu donduracağam. Yəni Amerikanın əməkdaşlığı budur. Bu ama durur Amerikadan. Elə şeylər istəyir ki, adam belə oxuyanda sanki qalib gələn tərəf kimi. Sanki qalib gələnsən.